Salam dostlar, bugün sizinle birlikte qav yürüyoruz. Buradan çek, buradan biraz. Qav yürüyüş görmüş olduğunuz kimi. Bəli dostlar. Siz deyirsiniz ki qav xarabdır. Bəli. Dostlar. Onu da oynadık. Dostlar bilirsiniz ki biz qav yumadığımız qalmışdı. Onu da müsaade edirik. Yalnız dostlar belə abunə olub like atsaz və şərhlər qismına nəyinsə belə part 1'i, part 2'si ya da hansısa videonun gəlməyini istəyirsinizsə onu da şərhlər qismından yaza bilərsiniz dostlar. Yəni istədiyiniz şeyləri eləməyə rahatıq, edə bilərik yəni. Bəli dostlar. Yalnız evdə qonaq var, səs gələ bilər. Neydi? Şərhlər qismına yazın da. Görürsünüz. Dostlar, görmüş olduğunuz kimi belə göstərirəm. Yəni bildiyiniz kimi qavdır. Yəni başqa bir şey yoxdur burada. Bəli dostlar. Amma biraz da yürüyor, suda baxır. Şəlalda Bildiyiniz kimi dostlar şeylər gəlsin. Və yaxud da ki nə videosunun gəlməsini istəyirsə yorumlar bölgəsinə nə vardır yazmağı unutmayın. Bəli dostlar. Və dostlar bütün yuduğumuz qavlarda bura qoyuruq. Nə də qazan qapalı. Baxın göstərim sizə belə qoyuruq bura. Hər nəysə biz işimizə dönək. Yuyanın adını soruşursunuzsa hamı bilir kimdir Yuyan. Zahid. Tabii ki de Zahid qəşəng yura. Jordan atır şampunda. Öncə nə deyir? Hər nəysə. Dostlar belə yuduğumuz qablar burada görmüş olduğunuz kimi. Zahid bura yerləşdirir. Bir də kək dolu çay da olsa içərdik. Çocuklar nə alaka? Dostlar hər nəysə bir dənə soruşum görüm siz nə varsınız, necəsiz? Dostlar sizin olduğunuz bölgələrdə hava nətərdir, onun yorumları yaza bilərsiniz. Burada belə açıqdır hava, onu birazdan göstərərik. Yəni gələn bölümdə və yaxud da ki indi də göstərə bilərik. Bu video yox, keçən videoya qəşəng baxış gəlməlidir, like gəlsə çöldəki havayı da göstərə bilərik, hava necədir və yaxud da ki həyətimizdə nələr var, Nuram. Hər nəysə, mən deyəcəklərim bu qədər. Nuram, sən nəsə demək istəyirsən? Bəli dostlar, nə tərsiz, yaxşısınızmı, varınız bəzdəsiniz, nə tərsiz Nuram da dostlar, söz tapmır deməyə. Yəni, bildiyimiz sözləri aktarmaya çalışırıq sizə. Nuram da söz tapmır. Görmüş olduğunuz kimi Zahid də bütün qavları yudu. Nuram, buradakı qavları yeni birinci şampuanları dostlar hələ yumamışıq da birinci şampuanları qoyuruq ora. Bəli dostlar. Zahid şampuanları qoyur. Çünki deyə bilərsiniz ki bu hələ çirklidir, axı için niyə belə çirklidir? Hələ şampuanları qoyuruq. Hələ başlamamışıq da, yəni hələ başlamamışıq. Başlayanlar verəcək qoyacaq oramısını. Bu çaya bax qaynayacaq. 2 saatdir qoymuşuq ora. Hər nəysə dostlar, biraz neydi, video kısa gəlmiş ki, belə sıxılmayın da siz. Hər nəysə dostlar, indi gəlir yumaq qismına. İndi deyəsiniz ki, siz indi bu yumaq qismında parça biləsiniz. Yox dostlar, belə bir şey olsa həqiq gülməli olar. Bəli dostlar, yumaq qismini parça qoymuş bölmək mən çox da yaxşı deyim. Görmüş olduğunuz için birinci bu qavları yuyuruq dostlar. Bu qavlar yuyulandan sonra da təzədən çay içərək kirlədəcəyik, başqa bir şey də ölür. Və sonra təzədən yuyacaq. Yəni gündəlik bizim rutinimiz budur. İndi belə qavları yuyuruq, sonra geri toyuqlara yemək zad veririk, başqa bir şey eləmirik də dostlar. Toyuqlara yemək veririk, hər nəysə. Dostlar, hər nəysə görmüş olduğunuz kimi qavları Zahid bir dənə. Dostlar, görmüş olduğunuz kimi Zahid bütün qavları gül kimi elədi. İndi Zahid görək, o birisi qavlar da var hələ. 2 dənə vilkayla, 2 dənə qaşından qutarmı bu iş bilirsiniz. Dostlar, belə biraz arxaya getdim ki, rahat görün siz. Xunanız belədir. Yəni, bəziniz deyər ki, bunlar belə xuna olar. Bizdə belə kənd yeri də belədir dostlar. Bilirsiniz, kənd yeri belə olur. Çayla qaynamaq bilmədi, Çay hava qoyulur. 2 saatdır puk qaynayır. Qaynamaq bilmədi ha. Bir dəqiqə daşacaq qaynamıyor.
Her neyse görmüş olduğunuz kimi Zahid qabları yuyur. Harita elə bil ki yarısının çoğunu yuydu. 3-4 dənə qab qaldı burada. Bəli dostlar. Yəni dostlar bu da şampuana oxşuyur ama bu şampun görür. Bunun içine şampun qatır. Balaca bir troll eləyim dedim. Dostlar eğer belə həyat turuna çıxmamızı istəyirsinizsə onu da yazabilirsiniz. Yani onu partları bölmək istəyirik. Çünki məhəllə bilirsiniz də kənd yerində dostlar məhəllə böyük olur və qablarımız burada dostlar. Bu kim qablar? Hər neysə dostlar bilirsiniz də kənd yerində məhəllələr zadlar da böyük olur. Ona görə də məhəllə turunu 2 parta, 3 parta bölə bilərik deyə düşünürəm. Burada da belə yuduğumuz qablar var dostlar. Hardasa bir 5-6 tane var bence qab. 5 tane var dostlar. 6 olur. Dostlar burada da böyle yuduğumuz şeyler var. Nedir? İstekanlar, rozatlar var. Dostlar bilirsiniz dostlar. Görmüş olduğunuz gibi. Dostlar siz böyle sıkılmayın diye. Böyle sadece qavlar gösterir. Bir de çaydan gösterir size. Böyle sıkılmayın diye size bir balaca bir trollümüz daha var. Ve dostlar alın size qapı. Bir balaca troller qapıdan gəlsin. Bu kənd yerində də qap qutarmır. Bir dənə buna baxın. Hələ devamı da var da elə bir şey. Bəli dostlar. Belə gedirik, kule olacaq bura. Dostlar görmüş olduğunuz kimi biz nə qədər qab olur. Bir dənə incəliyə baxın bir dənə. Bir milyon dənə qab var burada. Hər neysə dostlar bir dənə sizə şeyi göstəreyim. Hər neysə dostlar bir videonun sonuna gəldik. Hoşça kalın. Bay bay.